Mərcvar proyektin qaydaları. Birinci qayda odur ki, video çəkirsiniz bir kadrdan. Effektsiz, montajsız və özünüz həmin o videoda düşmək şərti ilə. İkinci qayda odur ki, videonu öz YouTube səhifənizə yükləyirsiniz və linkin gördüyünüz bu Instagram səhifəsinin direktinə ata bilərsiniz, Facebook'a və ya gördüyünüz maila göndərə bilərsiniz. Üçüncü qayda odur ki, əgər siz videoda elədiyinizi biz təkrar edə bilməsək və ya təkrar edə bilən adamı tapa bilməsək, biz həmin o mərci uduzmuş kimi sayılırıq. Və 5 manatı sizə ya görüşüb verəcəyik və yaxud telefonunuzun nömrəsinə yükləyəcəyik. Və onu da bildirim ki, ilk 3 mərc 10 manatdan oynanılacaq. Sizin hansısa bir sualınız varsa, bu videonun altında kommentdə bildirə bilərsiniz və biz onu cavablandıracağıq. Hər kəsə salam əziz tamaşaçılar, Ales Pro kanalında Mərc var rubrikasını izləyirsiniz. Bu günləri Ekspresə 2 dənə mərc götürmüşük və ilk mərci bizə Anar TV göndəribdi. Gəlin həmin o mərcə baxağın. İndi bu yarışmanı mən Ales Pro kanalına göndərdim. Yəni görək, onlar da eləyəcək, görək kim daha tez bu portalı həmin bu videoda gəlin yığağın. 3 dəqiqə 40 saniyə portağalı yeyib qutarır və həmin o mərci bizə göndəribdi. Və əgər həmin o videoya baxmaq istəyirsinizsə, bu videonun altından sizə link saxlamışıq və o linkə keçib həmin videonu izləyə bilərsiniz. Biz isə mərcə keçək, görək alınacaqmı bizdən həmin o mərci yerinə yetirmək, yoxsa yox. Gəlin həmin o mərci yerinə yetirmək üçün mənim qardaşım Ələkbərə ustağın, bəlkə elə onun cəhdi bizə qələbə qazandırdı. Və elə evə gedərkən ikinci mərcimizə də baxağın, bəlkə asan da olundu və vaxt itirməyəyin. İkinci mərci bizə Kazımov Əhməd göndəribdi. Gəlin izləyəyin, qısa bir videodur. Ales Pro kanalına salamlar. Mən Kazımov Əhməd, Zabirə Mərcəfər. Bəli, belə maraqlı bir mərc göndəribdi bizə Kazımov Əhməd. Gəlin elə yerindəcə onu cəhd eləyim. Bəlkə elə birinci dəfədən aldım. Əlimi biraz qızışdırım. Yetdik. İkisini də eləyim. Bəli, bu mərci utduq. İlk mərcimizdir ki, biz qələbə qazandıq və ümidvaram ki, ikinci mərcimizi də udarıq. Mərc var. Artıq gəldik Ələkbərin də yanına. İndi apelsin yeməyi o cəhd eləyəcək. Sizə deyim ki, Anarın videosunda, Anar TV göndərdiyi mərcdə apelsinin kötüyü demək olar. Kötüyü kəsi idi, orada biraz çətinlik altdır da. Ya da heç bir şey. Neçə dəqiqə yeyəcək? 3 dəqiqə 40 saniyə yeməlisən. Orada özdə 3 dəqiqə 40 saniyədə videonu kəsir, tam yemir. Demək olar ki, udmur axırıncı yediyin. Ona görə də biz 3 dəqiqə 40 saniyə çalışacağıq tamam yeməyə. Başlayaq da. 45 demədin bayaqları. 3 dəqiqə 40 saniyədə kəsir də videonu. O kəsir onu. Hə, davay. Heç bir şey. İndi başlayıram. Hə, 1, 2, vaxt getdi. Düzün desəm, özüm də cəhd elədim həmin o apelsini yeməyə, amma kamera yox idi ətrafımızda, ona görə də elə belə özüm çəkdim. Salfetka Tadı var. Hoş olsun. Çastırma. Sən deyil də tam. Hə, vaxtını gedireyim. Çox çətindir, adamın dodaqları göynüyür yedikdən sonra, ona görə də riski Ələkbərə verir. 3 dəqiqəsi qalıb elə.
En çətin yerləri də burayla, burasını da. Maşallah. Super yedi. Bizim alanda bir 3-4 təsin oldu. Pul yoktu. Yəni, hamısını mərci olduruq. Soram silərik də. Hələ qalıb. Var hələ 2 dəqiqə 5 saniyə. Axıra kimi çiğnə, rahat ye, az qalıb. Rekord qoymaq istəyir. Yox, vuracaq, yeməyini yiyəcək, prosto yerə rahat yesinəcək. Yok. Yox. Rahat ye, tam çiğnə. Ya, olacaq, olsun. Çiğnə, rahat ol. Dəhşətdir. Bütün yemək mərclərini elə buna yükləyəcəm hamısında. Yemək mərcləri sor. Vəsə, 7 qutardı, stop bastım. Ay Allah, 2 dəqiqə 29 saniyə. düştü. Ağlım yolunda. Ələkbər qaqa, çox sağ ol. Sağ ol, öpürəm. 10 manat, Qardaşlar gündə lazımdır. 10 manat qabağa düşdük. Hə 5 manat nə verərsiniz, nə fərq var? 5 manat qabasında. Bu həftəmiz də belə yekunlaşdı. Bu günləri biz 2 dənə mərcin ikisini də yerinə yetirdik, ikisində də qalib gəldik və əgər siz bizi təbrik eləmək istəyirsinizsə, çünki ilk dəfə idi utduq, like qoyun videonun altından, kanalımıza abunə olmağı unutmayın və mərcləriniz varsa bizə yollayın və pul qazana da bilərsiniz. Gələn görüşlərə dək, hələlik. Merhaba. Hər kəs salam əziz dostlar, Ales Pro kanalında ilk Merhaba.